İnsanlar çox tez-tez beyin məfhumu ilə psixika məfhumunu, yəni ruhi aləm məfhumunu bir-birindən qarışıq, bir-birindən ayıra bilmirlər. Yəni insanlara elə gəlir ki, psixika beynin qanunları ilə işləyir. Əlbəttə, psixika, yəni insanın ruhi aləmi beynin məhsulu olsa da, psixika beynin qanunları ilə işləmir. Psixika beynin avtonom bir sferasıdır. Avtonom bir sferasıdır. Elə ona görə də avtonom bir sferası olduğuna görə neçə illərdir, mən burada səhv eləmərəm desəm ki, hətta neçə əsrlərdir psixik xəstəliklərin səbəblərini öyrənmək istəyirlər, yəni dəqiq səbəblərini, təxmini səbəblərini yox, dəqiq səbəblərini alimlər öyrənmək istəyir. Amma heç bir alim heç bir psixik xəstəliyin dəqiq səbəbini tapa bilməyib. Bunun səbəbi nədir? Bax, belə tədqiqatların müəyyən mənada nəticəsizliyinin səbəbi nədir? Əlbəttə, bu psixiatriyanın zəifliyi deyil, bu təbabətin zəifliyi deyil, bu hansısa alimlərin də zəifliyi deyil. Sadəcə, burada belə bir məsələ var. Bizim ruhi aləmimiz beynin məhsulu olsa da, bunu biz inkar eləmirik. Bunu heç kim inkar eləyə bilməz. Çünki beyin yoxdursa, insanın ruhu da yoxdur və ruhi xəstəlikləri də yoxdur. Lakin beyin ruhun məhsulu olaraq o yaranan kimi, ortaya çıxan kimi, o beynin ümumi iş qanunlarından ayrılır, beynin ümumi iş qanunlarına tabi olmur və özü avtonom funksiya göstərməyə başlayır. Yəni avtonom işləməyə başlayır. Bax, o səbəbdən də biz insanların, psixik xəstələrin qohum əqrəbasına başa salırıq ki, müəyyən yox, elə çox psixik xəstəliklərin və hətta müəyyən psixopatoloji halların səbəbi məlum deyil. Misal üçün, şizofreniya xəstəliyi, uzağa getməyək. Şizofreniya xəstəliyinin səbəbləri haqqında çoxlu nəzəriyyələr var. Həddindən artıq çoxlu nəzəriyyələr var və bu nəzəriyyələrin demək olar ki, hamısı çox gözəl izah olunur, hamısının elmi əsasları var. Amma bu nəzəriyyələrdən heç biri şizofreniya xəstəliyinin dəqiq səbəbini aşkar eləyib, sübut eləyə bilmir. Son illərdə genetik nəzəriyyənin üstündə dayanıblar, lakin bu da axıra qədər sübut olunmayıb. Bunun əsas səbəbi odur ki, bizim ruhi aləmimiz, yəni psixi sferamız beyin qanunları ilə işləmir. Onun öz qanunları var. Və psixi sferanın qanunlarını başa düşmək üçün biz gərək insanın ruhi aləminin, insan psixikasının normal halda işini gözəl bilək. Əlbəttə, mən normal halda işini gözəl bilək deyəndə heç də hər hansı bu işi bilməyən və lakin adını psixi sağlamlıq üzrə mütəxəssis qoymuş bəzi insanların verdiyi elmi, qeyri-elmi daha doğrusu, qeyri-elmi tezisləri, fikirləri nəzərdə tutmuram. Psixikanın düzgün qanunlarını başa düşmək üçün bir neçə şərt lazımdır. Birinci şərt, psixikanın iş prinsipini izah edən fundamental nəzəriyyələri öyrənməklə yanaşı onların mənasını başa düşmək, analiz etmək və onların müəyyən xəstəliklərlə tutuşturmaq lazımdır. Yəni, psixika avtonom işləyir, bəli, beynin məhsuludur, bəli, avtonom işləyir, lakin psixika artıq işləmək prosesində, iş prosesində onun işinin müəyyən qanun uyğunluqları yaranır.
Yəni istənilən işdə qanunauyğunluq olmalıdır. Eləcə də psixikanın içində müəyyən qanunauyğunluqlar yaranır və bu qanuna uyğunluqları biz həmişə öyrənmişik, həmişə bilirik. Sadəcə yəni mən biz bilirik, biz öyrənmişik deyəndə mən məhz psixi sağlamlıq sahəsində çalışan faktiki mütəxəssisləri nəzərdə tuturam. Çünki bəzi mütəxəssislər var ki, onlar özlərini elan eləyiblər. Psixi sağlamlıq sahəsində, daha doğrusu psixi xəstəliklər və psixi sağlamlıq vəziyyətləri sahəsində işləyən mütəxəssis kimi, amma onların bu sahədən qətiyyən başı çıxmır və onların verdiyi tezislər, onların ruhi xəstələrə yanaşması, ruhi xəstələrə güya kömək etmək üçün onlara təyin olunan müəyyən müalicə metodları və yaxud da heç müalicə metodları yox, ruhi xəstələrin müayinəsi, bunlar hamısı çox absurd xarakter daşıyır. Bu da nədən irəli gəlir? Bu adamlar bu doktrinanı başa düşə bilmirlər ki, psixika avtonom bir sferadır. Və təsadüfi deyil ki, çox əvvəllər gəndə elə də çox əvvəllər yox, hardasa demək, mən sizə dəqiq deyim, 80-ci illərin ortalarına qədər, 1980-ci illərin ortalarına qədər psixikanın problemləri ilə və ümumiyyətlə sinir sisteminin problemləri ilə məşğul olan mütəxəssislər, onlar bir yerdə idilər. Yəni buna deyirdilər psixonevrologiya və bu mütəxəssislərə deyirdilər psixonevroloq. Son zamanlar bu məfhumu düzgün izah etməyərək bu məfhumu başqa cür yəni ortaya qoyublar və qeyd edirlər ki, psixonevroloq və psixonevrologiya bu psixiatri ilə nevrologiyanın bir yerdə işləməsi yox, bu hansısa başqa bir məsələdir. Yəni psixi xəstəliklərin, bir neçə psixi xəstəliyin, sərhəd vəziyyətlərinə aid olan psixi xəstəliklərin öyrənilməsidir və onların müalicəsinin aparılmasıdır. Əslində bu belə deyil. Demək, 1980-ci illərin ortalarına qədər bütün Sovet İttifaqının, o cümlədən xarici ölkələrin ali tibb müəssisələrinin buraxdığı mütəxəssislərin hamısı psixonevroloq adlanırdı. Yəni, burada böyük bir qanunauyğunluq var idi. Bu qanunauyğunluq nədən ibarətdir? Mütəxəssis eyni zamanda həm normal beynin işini bilirdi, həmin o psixonevroloq. Daha doğrusu həm normal beynin fəaliyyətini bilirdi. Normal beynin fəaliyyətini bütün psixi sağlamlıq üzrə mütəxəssislər bilməlidir. Burada elə bir qeyri-adi şey yoxdur. Mən sadəcə faktı konstatasiya edirəm. İkinci, bu mütəxəssislər funksiyası pozulmuş beynin xəstəliklərini və patoloji vəziyyətlərini bilirdilər. Buna biz indi ayrıca bunu ayırıblar, eləyiblər. Əvvəllər buna deyirdilər nevropatologiya. Nevropatologiya adı daha məntiqli idi və 91-ci ildən sonra Qərb ölkələrinin tapşırığı ilə keçmiş Sovet Respublikaları nevropatoloq ixtisasını, adını dəyişib nevroloq elədilər. Bu tamamilə absurd bir şeydir. Yəni nevroloq deyəndə biz sağlam beynin öyrənən mütəxəssisi başa düşürük. Amma nəzərə alsaq ki, nevropatoloq, yəni həkimdir. O eyni zamanda mərkəzi sinir sisteminin, ümumiyyətlə sinir sisteminin xəstəliklərinin diaqnostikası və müalicəsi ilə məşğuldur və eyni zamanda normal beynin işini bilir. Eyni zamanda həkim, psixiatr kimi. Yəni burada nevropatoloq terminin işlənilməsi daha məqsədə uyğundur, nəinki nevroloq termini. Nevroloq o vaxta qədər deyirdilər, misal üçün normal anatomiya ilə məşğul olan mütəxəssislərə, hansı ki o mütəxəssislər normal anatomdular, lakin
normal anatomiya çərçivəsində normal beynin quruluşunu öyrənirlər və yaxud da normal fiziologiyasını öyrənirlər. Yəni fizioloqdular. İndiki dövrdə terminologiyada çox böyük qarışıqlıqlar var və bu qarışıqlığı da bizim sistemli təbabət elmimizə, Sovet İttifaqından qalan sistemli təbabət elmimizə salan Qərb ölkələrinin təbliğatı oldu. Və Qərb ölkələrinin təbliğatı 91-ci ildən sonra qeydi-şərtsiz bütün keçmiş Sovet respublikalarında qəbul olunduğuna görə burada bəzi ixtisasların adını da dəyişdilər. Psixonevroloq ixtisası ümumiyyətlə ləğv olunub. Lakin bu formal bir məsələdir. Yəni şəxsən mən bir mütəxəssis kimi bilirəm ki, başa düşürəm ki, və bütün başqa mütəxəssislər də bunu bilir. Yəni bütün psixiatrlar, yəni əvvəllər təhsil almış, Sovet məktəbini bitirmiş, Sovet məktəbində təhsil almış, Sovet tibb məktəbində təhsil almış psixiatrlar, eyni zamanda nevropatoloqlar bunu çox aydın bilirlər və başa düşürlər ki, psixiatr, yəni ruhi aləmin xəstəliklərini və müəyyən vəziyyətlərini öyrənən mütəxəssis eyni zamanda beynin işini də bilir. Yəni bunsuz bu mümkün deyil. Yəni biz ilk əvvəl bilməliyik və başa düşməliyik ki, bu ruhi aləm ki var, psixika. Bu hardan çıxır və onun çıxdığı yeri yaxşı öyrənməliyik. Ondan sonra, çıxandan sonra avtonomlaşan psixikanın qanun uyğunluqlarını, iş qanun uyğunluqlarını öyrənməliyik. Və bununla əlaqədar qeyd etməliyəm ki, əlbəttə, keçmişdə olan psixonevroloq məfhumu bu daha qanunuyğun, daha məntiqli bir məfhum idi. Lakin orada həcm məsələsi var idi. Yəni bəzi mütəxəssislər qeyd edirdilər ki, burada bir-birinin demək olar ki, içərisində olan iki sahəni bir mütəxəssisə tapşırmaqla güya onun işi artır. Yəni bu da düzgün deyil. Mən bütün bunları nəyə görə danışıram? Qeyd etmək istəyirəm ki, həkim psixiatrlar, hansılar ki, hal-hazırda məhz ilk əvvəl ruhi xəstəliklərin səbəbləri, gediş variantları, müalicə prinsipləri və eyni zamanda müəyyən psixopatoloji halları öyrənməklə məşğuldular. Psixiatrlar eyni zamanda bütün beynin normal və patoloji işini bilirlər. Yəni xəstəliklərini, tutaq ki, mərkəzi sinir sistemində, ümumiyyətlə sinir sistemində hər hansı bir patoloji proses əmələ gəlirsə, banal epilepsiya xəstəliyindən tutmuş, ağır beyin damar xəstəliklərinə qədər, tutaq ki, işemik və gemoragik insultlara qədər, müxtəlif polinevritlərə qədər. Yəni bütün bu məsələlər çox maraqlıdır ki, çox tez-tez psixiatrlar bu məsələləri daha yaxşı bilir. Nəinki bu işlə bilavasitə və hər gün məşğul olan nevropatoloqlar. Yəni nevropatoloqların işində belə bir nüans var ki, onlar bəzən öyrəndikləri və müalicə etdikləri xəstəliyin məğzini başa düşə bilmirlər. Lakin psixiatrlar ruhi aləmin bütün nüanslarını bilirlər. Əlbəttə mən əsl psixiatrlardan danışıram və bu ruhi aləmin normada işini, yəni adi fizioloji işini və onun xəstəliklərini bilirlər və bu proses nəticəsində bu məsələlərin öyrənilməsi nəticəsində həkim psixiatrlarda güclü kliniki məntiq formalaşır. Və təbiidir ki, bu kliniki məntiqdən çıxış eləyirlər. Onlar bütün sinir sisteminin xəstəliklərini də eyni zamanda yəni öyrənirlər və bilirlər. Və burada belə bir
simbiyoz şəklində qavrama var həkim psixiatrlarda. Mən yenə də o psixiatrlardan danışıram ki, onlar öz işlərini yaxşı bilirlər. Bu simbiyoz şəklində qavrama nəticəsində, məhz belə bir simbiyoz şəklində qavrama nəticəsində biz psixikanın avtonom işini nəzərə alaraq, yəni ruhi aləmin avtonom işini nəzərə alaraq başa düşürük ki, ruhi aləmin işi, baxmayaraq ki, ruhi aləm beynin məhsuludur. Ruhi aləmin işi ayrıca gedir. Beynin işi və bütün mərkəzi sinir sisteminin, ümumiyyətlə sinir sisteminin işi ayrıca cərəyan edir. Bax, ona görə də, əlbəttə burada qarışıq vəziyyətlər var. Yəni ki, tutaq ki, insanda alkoqolizm əmələ gəlib, alkoqolizm psixiatriyadır. Lakin alkoqolizm özü inkişaf etdikcə polinevrit yaradır. Adi bir şeydir. Polinevrit nevropatoloji bir məsələdir. Amma biz bunun hamısını ümumiləşdiririk və artıq yəni xəstəni həm polinevritik baxımdan, həm alkoqolizm baxımından müalicəsini aparırıq. Burada belə bir çox vacib bir məntiqi mən çatdırmaq istəyirəm ki, məhz bu dediyim səbəblərdən, xüsusən də ruhi aləmin avtonom işləməsi səbəbindən psixi xəstəliklərin haradan törədiyini, necə əmələ gəldiyini biz adi adamlara başa sala bilmirik. Yəni biz bir sözlə kifayətlənirik ki, tutaq ki, şizofreniya xəstəliyinin səbəbi məlum deyil. Bəzi hallarda bu iş asanlaşır. Yəni necə asanlaşır? Biz xəstənin qohumlarına deyirik ki, sənin xəstən nə vaxtsa uşaqlıqda kəllə beyin zədələnməsi keçirib, neyroinfeksiya keçirib, yəni beyin infeksiyası keçirib, nə vaxtsa bu adamda müəyyən başqa bir somatik xəstəlik olub ki, o xəstəlik bunun sinir sistemini zədələyib və sonraki dövrlərdə burada psixiki dəyişikliklər qoşulub. Ona görə də bayaq dediyim fikir burada tamamlanır ki, psixonevrologiya bir-birindən ayrılmaz iki hissədir. Lakin bunu formal olaraq ayırıblar. Burada bir məsələ də var. Doğuş travmaları, doğuş hipoksiyaları. İnsan əgər doğulanda hipoksiya ilə doğulursa, beyin çox incə orqandır. Sadəcə bir neçə saniyə kifayət edir ki, bir neçə saniyədən bir neçə dəqiqəyə qədər vaxt kifayət edir ki, beyinə oksigen getmir doğuş prosesində, hansısa bir səbəbdən. Qadın xəstədir, normal doğa bilmir, çətinlik çəkir, ona ginekoloqlar kömək edir. Kömək eləyəndə də bəzi dərmanlardan istifadə edirlər və yaxud da əllərini salırlar uşaqlıq yoluna, dölü oradan zorla çıxardırlar, doğuşun ləngiməsi olur, doğuşun tezləşməsi olur və s. və ilə. Burada səbəblər çoxdur. Və bütün bu proseslərdə birinci növbədə zədələnən məsələ, zədələnən orqan yeni doğulan uşağın baş beynidir. Baş beyində qan təchizatı pozulur və yaxud da oksigenin ora getməsi pozulur. Yenə də deyirəm, bir neçə saniyədən bir neçə dəqiqəyə qədər vaxt kifayətdir ki, biz artıq ruhi xəstə insanla qarşılaşırıq. Daha doğrusu ruhi xəstə individlə qarşılaşırıq. Çünki yeni doğulan o individ hələ insan deyil. 3 yaşından sonra biz individə insan deyirik. Yəni psixiatrik nöqteyi nəzərdən, ümumiyyətlə tibbi nöqteyi nəzərdən, bioloji nöqteyi nəzərdən yeni doğulan o individ ki var, ağlayır, bir parça ətdir, anasının, atasının qucağında, ora-bura gedir. Biz ona insan deyə bilmərik. Yenə də deyirəm, bioloji və tibbi baxımdan. Çünki orada insanlıq kriterləri hələ yoxdur. 3 yaşından sonra artıq orada insani komponentlər inkişaf edir və biz ona insan deyirik. Demək,
bütün bu saydığım səbəblərdən birinin nəticəsində bəli, ola bilər ki, belə bir qarışıq vəziyyət yaranır. Yəni səbəb nevropatolojidir, amma nəticə olur psixiatrik. Ona görə də bu xəstələr gec-tez psixiatrın əlinə düşürlər. Psixiatrın əlinə düşürlər və psixiatr. Bu hallarda bizim xəstənin qohumlarına verəcəyimiz cavab bir qədər yüngülləşir. Yəni biz deyirik ki, bəli, bu uşağın beynində zədə olub doğulanda. Bəzən instrumental müayinələr də bunu açıq göstərir. Elektroencefalografiya, maqnit rezonans tomografiyası, orada zədənin izləri olur. Və bu belə vəziyyətlərdə bizim üçün asandır. Buna deyirlər baş beynin üzvi xəstəlikləri nəticəsində törənmiş psixi dəyişikliklər. Amma o xəstəliklər ki, endogen xəstəliklərdir, yəni daxili aləmin, insanın daxili şəxsiyyət aləminin, psixi aləminin dərinliklərindən cücərir. Biz o xəstəliklərin səbəbini bilmirik. Və xəstənin qohumları təbiidir ki, bu xəstəliklərlə insan xəstələnən zaman biz ona diaqnoz qoyanda deyir, doktor, bu niyə axı şizofrenik oldu? Nəyə görə baş verdi bu xəstəlik? Niyə bunda bipolyar psixoz oldu? Bipolyar psixozun əvvəlki adı maniakal depressiv psixoz idi. Sonra adını dəyişdilər, yenə də qərb klassifikasiyasına görə. Və yaxud da soruşurlar, deyirlər ki, axı niyə tutaq ki, bu xəstədə əmələ gəlibdir şəxsiyyətin davamlı pozğunluğu. Bunun səbəbi, bax, belə hallarda biz əlbəttə səbəb saymağa çətinlik çəkirik. Səbəb demək çətinlik çəkirik. Çünki psixika, insanın ruhi aləmi tamamilə avtonom bir sahədir. Tamamilə avtonomdur. Biz heç bir beyin səbəbini ora qatıb, ora zorla qarışdırıb, biz o beyin səbəbini psixi xəstəliyin səbəbi kimi insanın qohumlarına təqdim edə bilmərik. Əlbəttə, bu yalan olar. Yalan danışmaq da, yəni xəstənin qohumlarına və yaxud da özünə bu yol verilməz haldır. Yəni, psixika avtonom bir sahədir, bunu bilmək lazımdır. Psixikanın avtonomluğu haqqında çox az yazılıb və demək olar ki, heç nə deyilmir. Çox az yazılıb, demək olar ki, heç nə deyilmir. Bəzi çox maraqlı tədqiqatlar ruhi aləmin avtonom işləməsi. Ruhi aləmin işi bilirsiniz nəyə oxşayır? Misal üçün, maşın gedir. Təsəvvür edin ki, belə bir beynin işində belə bir paradoks var. Yəni, sinir sisteminin işində və ruhi aləmin işində belə bir paradoks var. Siz təsəvvür edin ki, mən illüzor şəkildə deyirəm, böyük bir maşın gedir, onun motoru öz qanunları ilə işləyir. Amma təkərləri öz qanunları ilə işləyir. Bu, əlbəttə, mümkün olan şey deyil. Amma belə şey psixikanın işində mümkündür. Belə bir çətin hal yarandığına görə, bir tərəfdən də uyğunsuz bir hal, qəribə bir hal yarandığına görə, əlbəttə, bizim işimiz də çətinləşir və biz xəstənin qohumlarına xəstəliyin səbəbi haqqında heç bir məlumat verə bilmirik. Çünki o səbəb psixiatriya, təbabət elminə məlum deyil. Məhz o səbəbdən ki, motor ayrı işləyir, təkər ayrı işləyir. Burada da psixika beyindən çıxandan sonra, beyindən ki çıxdı, ruhi aləm beyindən çıxdı, o ayrıca işləyir öz qanunları ilə, beyin öz qanunları ilə işləyir. Lakin burada bir məsələ var. Bəs bizim istifadə elədiyimiz dərmanlar necə olur ki, ruhi xəstəliklərdə kömək edir? Axı dərmanlar beyinə gedir birbaşa. Yəni, qan təchizatı ilə hematoensefalik bariyeri keçir, beyinə daxil olur. Bunu da mən sizə izah edeyim. Yəni, bu barədə də xəstənin qohumlarında çox böyük suallar yaranır ki, siz dərman yazmışsınız, bu dərmanlar axı necə olur ki, insanın ruhi aləmini müalicə, bu necə ola bilər? Dərmanlara inamsızlıq yaranır xəstənin qohumlarında. Məsələ burasındadır ki, bizim təyin elədiyimiz dərmanlar qanla bir yerdə,
Yəni hematoensefalik bariyeri keçən dərmanlardır, bizim istifadə etdiyimiz dərmanlar. Onlar beyinə gedərək oradan sonrakı çıxacaq. Axı biz ruh deyəndə, psixika deyəndə dəyişilməz bir şeyi nəzərdə tutmuruq. Siz onu başa düşməlisiniz ki, psixika beynin məhsulu olaraq oradan porsiyalarla çıxır. Hissə-hissə çıxır. Bugünkü psixika o sabahki psixika deyil. Bu çox maraqlı bir şeydir, düzdür? Bunu da demək olar ki, heç yerdə deyilməyib, amma az yerdə yazılıb. Yəni sizin bugünkü psixikanız sabahki psixika deyil. Amma onun ikisi də beyindən çıxır. Ona görə də sizin ola bilər ki, bugünkü psixikanız xəstə olaraq çıxır beyindən. Lakin sabah biz müalicəni başlamışıq. Tutaq ki, bugün ya sabah. Bizim dərmanlar artıq beyində bütün biokimyəvi prosesləri, neyromediator prosesləri dəyişib və təbiidir ki, oradan çıxan sabahki ruhi aləm, ruhi funksiyalar, psixi funksiyalar, onlar artıq daha sağlam çıxmağa başlayır. Çünki müalicə gedir, dərmanlar gedir, beynin o ruhi aləmin çıxan hissəsi, toplanan hissəsi sağlamlaşır. Təbiidir ki, o sağlam sahədən çıxan ruhi aləmdə sağlam çıxır. Ruhi sferada sağlam çıxır. Bax, budur dərmanların təsir mexanizmi. Əlbəttə, mən burada çox sadə dillə izah elədim ki, insanlara aydın olsun. Əlbəttə, bunu çox mürəkkəb bir şəkildə də izah eləmək olar. Amma mən fikirləşirəm ki, buna ehtiyac yoxdur. Çünki biz danışdıqlarımızı sadə insanlar üçün danışırıq və sadə insanlar bunu başa düşməlidir, bilməlidir. Ona görə də həkim psixiatrlar çox tez-tez xəstələrin qohumları tərəfindən verilən bu sual ki, bəs bu xəstəlik nədən yaranıb? Biz çox vaxt buna cavab vermirik. Sadəcə deyirik ki, xəstəliyin səbəbi məlum deyil, təbabət elminə məlum deyil. Bu cavab sizə qəribə görünməməlidir. Heç də qəribə cavab deyil. Bu adi bir cavabdır. Ona görə də yəni bu cavabları adekvat qarşılamaq lazımdır, normal qarşılamaq lazımdır. Əsas odur ki, xəstə vaxtında müraciət eləsin həkim psixiatra və müalicəsi düzgün getsin.